Dövr operatorlarına ait belə bir sual izahına baxırıq. Sualda bizə deyilir ki, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxın, bizə 2 dənə siyahı verib. A siyahısı və B siyahısı, 2 dənə boş siyahı verilib. Baxırıq ki, burada birinci dövrümüzdə for n in range, yəni n hansı qiymətlər alacaq? N 0-dan 99 aralığında qiymət alacaq. Çünki bilirik ki, range olduqda axırıncı özü daxil olmur. Yəni 100 bu dövrə daxil olmayacaq. Hər dəfə n qiymət aldıqda, gəl n-i tutaq ki, 0 qiymətində, n-in 0-cı qiymətində A siyahısına, yəni burada boş siyahı verilib, A siyahısını əlavə edəcək. Deməli, n 0-dırsa 0-dan 10 çıxanda -10. Sonra n-in 1 qiymətində, yəni n bərabərdir 1 olanda 1-dən 10 çıxacaq -9. n 2 olduqda n-imiz deməli ki, qiymətini aldıqda n bərabərdir 2 olduqda, deməli 2-dən 10 çıxda -8 bu formada davam edəcək. Axırıncı, yəni ən böyük qiymətində n 99 olduqda artıq 99-dan 10 çıxacaq, yəni 89 qiymətini. Belə. Deməli burada baxırıq ki, 89-a qədər qiymətlər alıb davam edəcək. Düşürük ikinci dövrümüzə, yəni forun ikinci dövrümüzə düşdükdə eyni qayda ilə burada da n 0-99 arasında qiymətlər alır. Artıq bu dəfə B siyahısını əlavə edir. B siyahısını nəyə əlavə edir? Tutaq ki, n-in 0-cı qiymətində n bərabərdir 0 olanda deyir 0-dan çıx. 0 çıxılsın. A-n, yəni A-nın 0-cı indeksi. A-nın da 0-cı indeksində baxın burada -10 durur. 0 çıxaq -10 bizə verəcək -10. Bu eləyəcək 10. Sonra n-in bir qiyməti olduqda, n bərabərdir 1 olduqda 1 çıxılsın. A1. A-nın da birinci -9'dur. 1 çıxılsın -9. Bu da yenə 10 edəcək. 10. Sonra 2 olduqda 2 çıxılsın -8 olacaq. Yəni A2-yə müraciət edəcək. Beləliklə baxırıq ki, burada 10 hamısı 10 formasında davam edib gedəcək. Neçə dənə dövr var burada? 0-dan 99-a 100 dənə dövr var. Deməli, B siyahısına 100 dənə, burada 100 dənə onu əlavə etmiş olacaq. Aha, bunu tapdıqdan sonra bu dövrü tapır. Yəni B siyahısının bütün elementlərinin hər biri olur 10. 100 dənə ondan ibarət olur. Düşür burada sərbəst bir formumuz var, yerinə yetirir və sərbəst formda for i in B, i hər dəfə müraciət edir, B-nin bir elementini götürür. B-nin də bütün elementləri 10'dur. Deyir ki, bizdən S bərabərdir S plus 1 isə sayma funksiyasını yerinə yetirir. Yəni bu şərti ödəyən qiymətlərin sayını tapır. Bizdən şərt nədir? Deyir ki, i hər dəfə B-nin siyahısına bir elementi götürsün. Əgər 0-dan böyükdürsə, onu saysın. Burada da B-nin bütün elementləri 10 olduğu üçün və 0-dan da böyük olduğu üçün ümumi B-nin neçə elementi vardı? B siyahısının 100 dənə elementi. Deməli, S-imiz də nəyə bərabər olacaq? 100-ə bərabər olacaq. Cavabımız olacaq D variantı.